Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullah. Dürəfşan kəlamlar verilişində hər birinizi xoş gördük. Bu verilişimizdə istəyirik 14 Məsum əleyhimussalamdan bizə nəql olunmuş nurani kəlimələrdən hər verilişdə birini oxuyub qısa surətdə izah edək. Birinci hədis Əziz Peyğəmbərimizdən nəql olunmuşdur. Əziz Peyğəmbərimiz buyurur: Əvvəlu ma yunzəru fi əməlil abdi yevməl qiyamə fi salatih. Fə in qubilət nuzrə fi qeyriha və in ləm tuqbəl ləm yunzər fi əməlihi bi şeyin. Bu hədisin qısa tərcüməsi bundan ibarətdir. Əziz Peyğəmbərimiz buyurur: Qiyamət günündə Allah bəndələrinin ilk nəzər olunduğu əməl onun namazıdır. Yəni, qiyamət günündə, hesab əyağında ilk insanın bu dünyada qıldığı namazına baxarlar. Fəin qubilət nuzrə fi qeyriha. Əgər insanın namazı qəbul olunarsa, bu surətdə nuzrə fi qeyriha, onun digər əməllərinə də baxırlar. Və in ləm tuqbəl, amma əgər insanın namazı qəbul olunmazsa, ləm yunzər fi əməlihi bi şeyin. Bu surətdə insanın digər etdiyi əməllərə də nəzər salınmaz. Bu hədis barəsində mən bir neçə məsələni siz əzizlərin nəzərinə çatdırmaq istəyirəm. Birinci məsələ budur ki, bu hədisdə həqiqətdə Əziz Peyğəmbərimizin namazın nə qədər əhəmiyyətli olmağını bizə çatdırır. Həm qiyamət günündə, həm qəbrin əvvəl gecəsində insandan soruşulan ilk əməl onun namazı olacaqdır. Əgər onun namazı olarsa və yaxud olandan sonra qəbul olunarsa, belə bir insanın digər əməllərinə də baxılacaqdır. Diqqət etmək lazımdır. Burada hətta bəhs o insanların namazından gedir ki, onlar namaz qılıb və namazı qəbul olub. Bəs buna əsasən, əgər bir insanın ümumiyyətlə namazı olmazsa və buna tarikus səlat deyilir, namazı tərk eləyən, və yaxud namazı vardır, amma qəbul deyil. Nə üçün qəbul deyil? Şərtlərinə əməl olunmayıb və hər hansı bir müxtəlif səbəblərdən namazı batıl olub və Allah dərgahında qəbul olunmayıb. Əgər bir insan namaz qılmazsa və yaxud da namaz qılan halında onun namazı qəbul olunmazsa, Əziz Peyğəmbərimiz buyurur ki, belə bir insanın digər əməlləri onun dərdinə dəyməyəcəkdir. Ümumiyyətlə buyurur ki, ləm yunzər fi əməlihi bi şeyin. Onun digər əməllərinə ümumiyyətlə baxılmayacaqdır. Bu həqiqətdə namazın İslam dinində nə qədər əhəmiyyətli olmağını bizə çatdırır. Və bu hədisdən belə biz nəticə almayaq ki, əgər bizim namazımız yoxdursa və yaxud da namazımız qəbul deyilsə, bu surətdə biz digər yaxşı əməllər də etməyək. Xeyr, bu hədisdən bu nəticəni almaq yanlışdır. Həqiqətdə bizə deyilir, namaz qılın və namaza əhəmiyyət verin, namazın hökmlərinə, namazın şərtlərinə əməl edin ki, Allah dərgahında qəbul olunsun. Və namaz qəbul olunmaq vasitəsilə digər əməllər də Allah dərgahında qəbul olunar, Allah Taala onlara dəyər verər. Bu hədis həqiqətdə namazın əhəmiyyətli olmağını çatdırır. Əgər bir şəxs namaz qılmadan digər yaxşı əməllər edərsə, Allah Taala onun əvəzini verəcəkdir. Ən azından bu dünyada onun əvəzini verəcəkdir. Həqiqətdə bu hədis namazın əhəmiyyətini bizə çatdırır. Allah Taala bizi namaz qılanlardan və namazı qəbul olunmuş insanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.